Artıq 9 Mart imtahanı barədə danışmanın vaxtı gəldi və keçir. Hər kəs salam, mən Ceyhun və 11-ci sinif abituriyentim. Bir çoxunuzun da bildiyi kimi 9 Mart 11-ci siniflər üzrə 1-ci zonlanın imtahanı baş tutdu bir neçə gün əvvəl və bu imtahandan abituriyentlərin yarısından çoxunun narazılığı oldu. Sosial şəbəkələrdə olsun, valideynlərin özü olsun, repetitorlar və s. kimi ölkənin yarıdan çoxusu bu barədə narazılıq bildirdi. Mən də 15 Martda o imtahan zalına girəcək bir abituriyent olaraq deyirəm ki, gəlin biraz sakitləşək və məsələyə aydınlıq gətirək. Ümumiyyətlə həmişə belə bir mif var ki, birinci zona asan da olur, ikinci zona çətin salınır nisbətən və gəlin etiraf edək. Birinci zona imtahan verənlər bir növ kəşfiyyatçı oldular. Onlar hansı suallarla qarşılaşacağını bilmirdilər. Qarşılaşdıqları suallar gözlənilməz olduğu üçün, ən azından onların gözlədiyi kimi suallar olmadığı üçün ölkənin bir çoxu deyir ki, bu suallar çətin idi. Əslində suallara 3 saatdan çox vaxt verilsəydi, sualları rahat bir şəkildə həll etmək olardı. Lakin bizim əsas bir problemimiz budur ki, 3 saat heç kimi bəs edəmir. Həqiqətən yəni bəs eləmir heç bir abituriyent üçün, xüsusilə o suallar üçün. Normalda həmişə bəs edib, yəni sınaqlarda falan da getmişik, hətta test çıxdığımızda olub, amma belə bir şeylə heç vaxt qarşılaşmamışıq. İndi gəlin düzünü deyək, birinci zona gedənlər gözləyirdilər ki, birinci zona asan düşəcək, ikinci zona çətin düşəcək onsuz da. Amma gözlədikləri kimi olmadı. Birinci zona çətin düşdü, ikinci zona necə düşəcək isə hələ naməlumdur. İndi isə birinci zona çətin düşdüyünü görən bu abituriyentlər ayaqlanıb ki, inşallah sizdə çətin olar, inşallah ikinci zonada çətin olar və s. kimi bir çox deyimlər yaranıb. Yəni hər birinizin stressini başa düşmək olar. Xüsusilə də o imtahan zalındakı o nə bilim ora getməyiniz, orada oturmağınız, vaxtınızı saymaq, 3 fənnə 3 saata çatdırmaq stressinizi başa düşmək olar. Amma yəni durub 15 Mart imtahan verənlərə də demək ki, inşallah sizdə çətin olar, sizdə də belə olar, sizdə bundan da çətin olar və s. kimi nə dərəcədə düzgündür. Artıq biz bildik ki, din bizə nələrlə sürpriz edə bilər, xüsusilə də riyaziyyatın ətraflı suallarıyla. Qarşıda çox az gün qalıb və bəlkə də mən bu videonu paylaşanda 1 ya da 2 gün qalmış olacaq. Yəni əsas deməm istədiyim budur ki, 9 Mart imtahan verən abituriyentlərin əksəriyyətinin çətin idi deməsinin səbəbi həm vaxt çatdıra bilməməkləridir və gözlədikləri kimi asan düşməməsi idi. Onlar gözləyirdilər ki, arxayındılar ki, imtahana gedərkən onsuz da birinci zona həmişə asan düşüb, yəni asan düşəcək, ikinci zonalara çətin düşəcək və s. kimi. Amma bunun tərsi olanda isə niyəsə o abituriyentlərə təsir edir. Əslində ikinci zona imtahan verənlər həqiqətən bir növ şanslı oldu bu səfər. Çünki dinin sürprizinin belə olacağını bir çox abituriyent təxmin edə bilməzdi. Amma artıq biz nələrlə qarşılaşacağımızı təxmin edə bilirik və buna hazırlıqlı bir şəkildə getməliyik təbii ki də. Sınaqlarda hər birində vaxt bölgüsü eləməyi öyrənmişik, kodlaşdırmanı öyrənmişik. Yəni hər birinizə uğurlar arzulayıram. Özünüzü qətiyyən stressə salmayın. Deyib özünü stressə salmayın. Həqiqətən zarafat videona uğurlar arzulayıram. İnşallah ki 15 Mart imtahanı verəndən sonra bu videonun gəlib şərhlərini bildirə bilərsiniz ki, asan düşdü, çətin düşdü və s. kimi. Bəs sizcə 15 Mart imtahanı çətin olacaq yoxsa asan? Rəylərdə bildirməyi unutmayın. Sağ olun.